Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü? Bakı Post az xəbər verir ki, mövzu ilə bağlı konkret danışan iqtisadçı Xalid Kərimli hazırki qanunvericilik çərçivəsində pensiyaların artırılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə inflyasiya göstəricisi indeksləşdirmə zamanı əsas meyar hesab olunmur. Pensiyaların artırılması mümkündür, lakin bu qanunvericilikdə müəyyən olmuş mexanizm əsasında həyata keçirilir. Hazırda işləyən şəxslərin orta aylıq əmək haqqında təxminən 6,2% artım müşahidə olunur. Əgər ilin sonuna qədər bu dinamika qorunarsa, gələn il pensiyalar da təxminən həmin faiz qədər artırılacaq deyə iqtisadçı vurğulayıb. Xalid Kərimli qeyd edib ki, inflyasiya səviyyəsi və yaşayış minimumundakı dəyişikliklər pensiyaların indeksləşdirilməsi zamanı birbaşa nəzərə alınmır. Qanuna görə pensiyaların artırılması inflyasiya göstəricinə deyil, əvvəlki ildən muzlu işləyən şəxslərin orta aylıq əmək haqqının artım tempinə əsaslanır. Hazırki qüvvədə olan mexanizm budur, deyə o əlavə edib. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.